Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp, 012 56 56 100 şəhər nömrəmizə də mövzuya dair suallarınızı ünvanlaya bilərsiniz. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Ayna İnformasiya Sistemi və IT İnfrastrukturu Departamentinin direktoru Anar Mustafadır. Anar müəllim, salamlayıram, xoş gəlmisiniz. Hər vaxtınız xeyir, dəvətiniz üçün sağ olun. Siz sağ olun. Biz Ayna MaaS mobil tətbiqi barədə danışacağıq. Ayna MaaS nədir? Bununla bağlı daha geniş məlumat verəcək müəllim. MaaS tətbiqi nədir və istifadəçilərə hansı üstünlükləri təqdim edir? İlk olaraq bundan başlayaq. Ayna MaaS tətbiqi əslində digər inkişaf etmiş ölkələrdə də rastlanan böyük bir xidmət kimi hal-hazırda Azərbaycanda da artıq istismara verilmiş bir platformadır. Biraz daha dəqiq desək, mobil applikasiyadır. Bu bir neçə nəqliyyat xidmətlərini vahid bir ekosistemdə birləşdirərək vətəndaşlara, istifadəçiyə dolayısıyla kompleks bir mobil həll təqdim edir. Yəni marşrut planlama, real time formasında avtobus izləmə, kombinasiyalar formasında səyahət planlaması və sairə kimi bir neçə funksiyalar özündə birləşdirən bir vətəndaşın bir nöqtədən digər nöqtəyə getməsi üçün yardım məqsədi ilə göstərilən bir xidmətdir. Belə deyək ki, bütün nəqliyyat növlərini ümumiləşdirib sistemdə getdiyimiz ünvanı daha qısa yolla bizə göstərəcək məsləhətçi, hə? Tamamilə doğrudur. Demək olar. Bəli, bəli. Aha, dünya praktikasında bəs MaaS nümunələri varmı? Təbii ki, bəli. Amerika Birləşmiş Ştatlarının MOVEit proqramı var idi. Biz bu platformanı hazırlayarkən bir neçə ölkələrə təbii ki baxış etmişdik. Finlandiyanın WHIM adlı yenə də MaaS backgroundlu bir tətbiqi var idi. İsveçin məşhur Ubigo applikasiyası var. Bu da multimodal inteqrasiyalardan istifadə edilir və paralellikdə təbii ki Çin Respublikasının da bir çox şəhərlərində özlərinin yaratdığı sırf MaaS xarakterli platformanın dəstəyini görərək onlardan əsərlənmişik, onlardan ilham almışıq və onlardakı olan funksiyonallıqların da və alqoritmlərin də mütləq mənada analiz aparılaraq bizim Ayna MaaS tətbiqində istifadə etmişik. Ondan yararlanmısınız. Bəs digər naviqasiya proqramlarının adını çəkdiniz. MaaS nə ilə fərqlənir və niyə məhz Ayna MaaS? Gözəl sualdır, təşəkkür edirəm. Demək, MaaS əslində daha öncə vətəndaşların istifadə edə biləcəyi digər xəritə olsun və yaxud nəqliyyat platformalarından səyahət planlamasından müqayisəsində az öncə vurğuladığım kimi bir neçə nəqliyyat tipini birləşdirərək özündə alternativ bütün nəqliyyat xidmətlərini göstərir. İki, avtomatik olaraq real time yaxınlaşan nəqliyyat vasitəsinin, burada şəhər daxili nəqliyyat vasitəsini vurğulamaq istəyirəm. Real time xəritə üzərində izləməsini, cədvəl üzrə hətta neçə dəqiqəyə hansı formada yanaşa biləcəyi, yaxınlaşacağı vaxtı göstərir. Paralel olaraq bir nöqtədən digər nöqtəyə gedərkən bir neçə nəqliyyat vasitələrindən nəqliyyat mübadiləsi də birbaşa səyahət planlamasına göstərir, orada istifadə olunur. Dolayısıyla desək, digərlərindən fərqi bu dediyimiz üstünlüklərdən əsaslanaraq bunlar deyilə bilər, qeyd edilə bilər. Təbii ki, bundan yanaşı bəzi xırda funksiyonallıqlar da var ki, digər heç bir nə platformalarda, nə digər applikasiyalarda rastlanmır. Yəqin ki, diqqət edilibdir, istifadəçilər görüblər orada skuterlar, velosipedlər, dəmir yollarının qrafiki, şəhərlər arası, şəhər daxili bütün platformaların birləşdirilərək nəqliyyat xidmətlərindən istifadə edilməkdədir. Bir sualım var. Bu dayanacaqlarda həmin tətbiqi göstərən hər hansı cihazlar var, yoxsa yoxdur hal-hazırda? Xeyr, biz artıq mobilliyi ələ götürdükdən sonra sırf
mobil telefonlarda, mobil cihazlarda istifadəsi üçün bunları verimli və faydalı gördük. Sırf o səbəbdən Daha əlçatan olması bəli, daha əlçatan və real time izlənməsi bütün funksionallıqlarla olan dayanacaq tipli yox, artıq mobil telefon tipli bir aplikasiya istiqamətində yer aldıq. Aydın, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Ayna İnformasiya Sistemi və IT İnfrastrukturu Departamentinin direktoru Anar Mustafadır. Biz Ayna MAS mobil tətbiqi barədə danışırıq. Qısa fasiləyə ayrılırıq. Asan Radyo 100 FM. Umid mağazalarında möhtəşəm indirim. Neod bişirmə paneli indi 129 manat deyil, 99 manat. Şuvaki aspirator 97 manat deyil, cəmi 79 manat. Umid xeyli alış-verişlər. Asan Radyo'da reklam. Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində 2,5'li yazılan naqil simi azaldılaraq 1,5'li kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Sibris yeni ilə hazırdır. Yeni il aksiyası kimi böyük bir hədiyəsi də var. 31 dekabra qədər. Dəniz kənarı evinizi 30 deyil, heç 20 də deyil, cəmi 15% ilkin ödəniş və 10 illik ipoteka ilə ala bilərsiniz. Sibrisdən daha bir eksklüziv təklif. 2 qat ədəvə. Sibrisdə mənzil alışı zamanı standart qaytarılan ədəvənin məbləği qədər kəşbək də təqdim edilir. Yeni il arzuların gerçəkləşdiyi vaxtı. Qoy ən böyük arzunuz dəniz kənarı ev sahibi olmaq elə indi həyata keçsin. Ətraflı məlumat 840 nömrəsində. Tibb sahəsində çalışırsınız? Bank of Bakuda sizə özəl komissiyasız kredit var. İndi tibb işçiləri 50.000 manatadək nağd pul kreditini Bank of Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bank of Baku. Bank of Baku 18 fevral 2005 il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Cəmi 20.000 manat ilkin ödənişlə mənzil, Şərifzadədə premium mənziliniz Avant Nova'dan. Cəmi 20.000 manatdan başlayan ilkin ödənişlə Whitebox studiya mənzillərə sahib olun. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Artıq Bolt sürücüləri qazancını gözləmədən əldə edə bilər. Yeni erkən nağdlaşdırma funksiyası ilə qazancınızı həftənin iş günləri gündə bir dəfə bir toxunuşla çıxarın. Minimum 1 manat 60 qəpik, maksimum 500 manat. Diqqət, ödənişin uğurla həyata keçməsi üçün VÖN və VÖN-ə bağlı bank məlumatlarının düzgün daxil edildiyindən əmin olun. Bolt, qazancın indi və buradadır. Raffle Group'un Sibriz'de inşa ettiği dünyaca məşhur olan Swiss Otel'də əla investisiya fürsəti. Oteldə yerləşən mənzilləri 20% ilkin ödəniş, 36 aylıq daxili kreditlə əldə etməyə tələsin. Telefon 050 270 49 19. Mayak Residence, şəhərin yeni siması. Premium həyatın yeni ünvanında mənzillər 17.500 manat ilkin ödənişdən başlayan qiymətlərlə ipoteka və daxili kredit şərtləri ilə satışda. Ətraflı məlumat üçün Ulduz 4554-ə zəng edin. Asan Radyo'da reklam. 050 60 06 100. 24 dekabradək Bravo'da super qiymətlər sizi gözləyir. 5 kiloqramlıq Sultan basmati düyü 17 manat 49 qəpik. 450 qramlıq Azərçay buket qaraçay 11 manat 39 qəpik. Keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. Müddətli həqqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi şəhadətləndirilməsi hansı dövlət qurumu tərəfindən həyata keçirilir? Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzi tərəfindən həyata keçirilir. Çağırışçılar növbəlilik əsasında mərkəzdə əyani tibbi müayinələrdən keçirilir. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab.
Enerji məsələlərini tənzimləmə agentliyi təqdim edir. Asan Radioda bir sual, bir cavab. Elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi neçə gün müddətinə həll edilir? Elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi, onların müraciətlərinə əsasən paylayıcı sistem operatoru tərəfindən 5 gün ərzində baxılır və həll edilir. Enerji məsələlərini tənzimləmə agentliyinin təqdimatında bir sual, bir cavabı dinlədiniz. Sponsor məlumatı. Enerji məsələlərini tənzimləmə agentliyi Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirir. Agentliyin hazırda 11 regional filialı mövcuddur. Agentliyə 974 nömrəli çağrı mərkəzi, sosial media hesabları və Regulator.gov.az saytı vasitəsilə müraciət etmək olar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var Facebook səhifələri üzərindən Nazirliyin və Asan Radionun. Oradan şərh bölümünə suallarınızı yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün bizim studiyamızın qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəndir. Ayna İnformasiya Sistemi və IT İnfrastrukturu Departamentinin direktoru Anar Mustafadır. Biz Ayna MAS mobil tətbiqi barədə danışırıq. Anar müəllim, MAS tətbiqi şəhər mobilliyini necə yaxşılaşdırır? Mobillik əslində bugün şəhərlərin inkişaf strategiyasının əsas prioritetlərindəndir. Və MAS bu istiqamətdə olduqca böyük bir rol oynayır. MAS müxtəlif nəqliyyat növlərini, avtobus, skuter, velosiped, metro, qatar kimi nəqliyyat vasitələrini bir platformada istifadəçiyə real time izləmək formasında təqdim edir, imkanını verir. Və bu inteqrasiyalar çərçivəsində, nəticəsində də səyahət planlanması sürətlənir, gözləmə müddəti azalır, alternativ nəqliyyat imkanları ələ verilir, göstərilir. Şəhər üzrə nəqliyyat yükü istər-istəməz balanslaşır. Vətəndaş da daha məlumatlı, daha bilinçli olur. Sırf buna görə də şəhərdə mobilliyin keyfiyyəti artır. Dolayısıyla nəqliyyat ekosistemi bir nevi optimallaşmış sayılır. Bu dediyim üstünlüklər kifayət qədər böyük bir meyar daşıyır ki, həm vətəndaş yönümlü, həm ölkə yönümlü müsbət inkişaf etmiş istiqamətdə davam edək. Aynen. Bəs MAS tətbiqinin ekoloji təmiz mühit üçün hər hansı üstünlüyü varmı? Təbii ki, bəli. Orada özəlliklə xüsusilə də bu yöndə yol verilmiş, belə yerinə verilmiş, yer qeyd edilmiş və bir bölmə var. Əslində böyük şəhərlərdə də karbon emissiyası təbii ki istifadəsi azalmağa doğru istiqamət almış, hədəf alınmış bir meyarlardandır. Elə belə xırda bir hesablama üzərindən rəqəm deyəcəm. 45 kilometr benzinlə və yaxud dizellə gedən yolda 10 kiloqram təxminən karbon ixrac olunur. Və yaxud bunu 4-5 litr, biraz daha dəqiq desək 4.3 litr benzin və yanacaq yandırıldıqda 10 kiloqram karbon emissiyası ixrac olunur. Lakin sərnişinin ictimai nəqliyyatdan istifadəsi zamanı bir sərnişinin üzərinə düşən cəmisi düşünsəniz, fərqlə desəm, cəmisi 8 qram bir düşünsəniz və hətta piyada getdikcə 1 qram qədər düşünsəniz, yanı sıra bundan da paralel hətta mikromobil nəqliyyat vasitələrindən istifadə etdikdə isə 0 qram qədər bəli müqayisə versək, nə qədər böyük bir yükü, karbon yükünü azaltmaq yönündə istiqamətdə kömək etdiyimizi görə bilərik.
Elə bu açıdan, bu istiqamətdən baxdığımızda sırf MAS applikasiyası həm sürətli formada hansı nəqliyyat vasitəsi ilə səyahətin planlanmasında dəstək olur. Həm hal-hazırda və yaxud növbəti dəqiqələrdə, önümüzdəki dəqiqələrdə sırf o səyahətini hansı istiqamətdə gedəcəyini, nəqliyyatını seçməyə faydalı olur. Hansı nəqliyyat vasitəsindən daha tez, daha erkən, daha az karbon emissiyası yandıraraq çata biləcəyinin faydasını verir. Və bunlarla yanı sıra təbii digər sadaladığımda bütün meyarlar sırf bu yöndə həm şəhərimizi, həm nəfəsimizi, həm də həyatımızı sırf karbon emissiyasından qurtarmağa istiqamətlənib. Aynen. MAS tətbiqini hansı platformalardan yükləyə bilər bizim dinləyicilər və cihaz tələbi varmı orada? Açığı konkret bir cihaz tələbi yoxdur. Lakin günümüzdə ən çox istifadə olunan Google Play Store-larda, Play Market-də və App Store-dan rahat yükləyə bilərlər. Cihaz məhdudiyyəti deyil, ona hal-hazırda istifadə olunan hər bir platformanın minimum əməliyyat sistemi deyək, onların tələbləri təxmini var. Nümunə üzərindən deyərəm, iOS platformalara da 13-cü versiyadan yuxarı tələbi var və Android versiyalarda da 8 versiyasının olması belə 8-ci versiyanın olması kifayət eləyir. Hal-hazırdakı statistikaya görə o platformalar bu dediyim əməliyyat sistemləri üzrə statistika bizə icazə verir ki, desək kütləvi istifadənin 99% bütün telefonlarda dəstəkləndiyini. Bütün üstünlüklərdən yararlana bilər də son tamamilə cihazları doğru. istifadə Bəli. MAS tətbiqi bəs offline işləyirmi? İnternetimiz olmasa əgər? Bəli, yükləndikdən sonra istifadəsi zamanı səyahət planlanmasında və yaxud digər məlumatların əldə edilməsində mobil internet və yaxud hər hansı bir internet tələbi yoxdur. Lakin az öncə vurğuladığım kimi bəzi funksionallıqlar var ki, nəqliyyat vasitəsinin real time izlənməsini tələb edir. Bu birbaşa arxa tərəfdə işləyən mürəkkəb digər inteqrasiyalardan irəli gəlir və bu təbii ki, müəyyən xidmətlərlə anında telefona bağlantı sağlanmasını tələbi qoyur. Bu səbəbdən də bəzi xidmətlər var ki, bəli, internet tələbi var. Lakin səyahət planlanması və yaxud marşrutların məlumatlarına baxılması, digər tipli funksiyonallıqlardan internet tələbi olmadan istifadə edə bilərlər. Bəs hal-hazırda tətbiq hansı funksiyaları təqdim edir? İstifadəçilər yəqin ki, artıq görüblər. Aşağıdakı əsas düymələri önə çəksək, təbii səyahətin planlanması, cari vəziyyətdə hansı dayanacaqdan hansı avtobus marşrutlarının keçməsi, A nöqtəsindən B nöqtəsinə, bu şəhər daxili deyil, ölkə daxili istənilən A nöqtəsindən B nöqtəsinə gedə biləcəyi səyahət planlanmasını vurğulayır. Yaxınlıqdakı və yaxud səyahət planı üzrə ərazidəki mikromobil, bura təbii ki, skuterlar, velosipedlər aiddir. Bunların həm dayanacaqlarını, həm dayanacaqda yer alan mikromobil qurğularının, nəqliyyat xidmətlərinin, hətta onların batareyalarının durumuna qədər statuslarını göstərə biləcək bir funksionallıqları var. Bunlarla yanı sıra təbii ki, vətəndaşlar həm avtobus, həm marşrut, həm sürücü, həm digər problemlərlə bağlı geri bildirim verə biləcəyi bir funksionallıqlar var. Və əgər mümkün olduğu təqdirdə növbəti vaxtlara səyahətini planlayaraq hər hansı bir planın proqram tərəfindən ona təklifini izləyə bilərlər. Aydındır. Bəs A və B nöqtələri seçiləndə bəzən marşrutlar, istifadəçilər bunu qeyd edir ki, düzgün göstərilmir. Bu nə ilə əlaqəlidir? Açığı bəli, biz az öncə vurğuladığım elə geri bildirimlər desək, vətəndaşlardan aldığımız rəylərdən, şikayətlərdən, təkliflərdən bu tip iradları qəbul edirik. Bu təbii ki, avtobusun cari vəziyyətdə GPS-indən alınaraq digər məlumatlarla real time göstərilməsinə çalışan mobil applikasiya öz işini görür. Lakin təbii ki, bu həm avtobusun yaxınlaşmasında hər hansı bir mobil cihazın kiçik bir xətası da ola biləcəyi gecikmə ola bilər. İkinci, elə bir hallar ola bilir ki, nəqliyyat vasitəsində digər dediyim texnoloji vasitələrin birbaşa backend dediyimiz hər hansı bir servisə məlumatın göndərilməsində xırda bir xətası ola bilər. Dolayısıyla bu zaman vətəndaş qarşısında
gözləmədə olan qrafika görə eyni avtobusun gələ bilmədiyini müşahidə edə bilər. Müqayisə verəcəm. Hər hansı bir dayanacaqda konkret hansısa bir marşrut gözlənti zaman aşağıda 2 dəqiqəyə yaxınlaşacağı gözlənməsi, görünməsi bu həmin marşrutun qrafik üzrə məlumatının bildirişidir. Lakin tıxaclar ola bilər, hər hansı bir şəxsi səbəbdən və digər səbəblərdən ola bilər ki. Tamamilə doğru. Bəli, hər hansı bir tədbir səbəbindən, tıxac və yaxud paralel hansısa bir digər qeyri-ixtiyari avtobus qarşısına çıxan səbəbdən avtobusun real həmin vaxtda yanaşması gecikə bilər. Sırf əslində səbəb budur. Bu da bəlkə də həyati bir vacib bir məsələ ilə bağlı da ola bilər. Tamamilə doğru, bəli. Favorit dayanacaq və marşrutlar necə saxlanılır? Funksionallıqlardan biri də az öncə qeyd etdiyim aşağıdakı düymələrdən üzərində seçmək istədiyi və yaxud daha tez-tez istifadə edilən səyahət planlanmasında A nöqtəsindən B nöqtəsinə gedilən bu evdən işə, işdən məktəbə və yaxud məktəbdən digər bir B nöqtəsinə, C nöqtəsinə bu səyahətlər tez-tez istifadə edildiyi üçün hər dəfəsində təkrar axtarma olmasın deyə səyahəti planlaması seçildikdən sonra favorit dediyimiz hissəyə əlavə edilə bilir. Bu dayanacağın da favoritə əlavə edilməsi, səyahətin də əlavə edilməsi, önümüzdəki günlərdə hətta marşrutun da elə deyək dolayısıyla əlavə edilməsi bu funksionallığı bir növ istifadəçinin sürətli əl çatanlığını təmin etməkdir. Aydındır. Bəs avtobusların bu həqiqi məlumatları belə deyək də, niyə bəzən cədvəllə üst-üstə düşmür? Real bu məlumatları. Bəli, elə açığı az öncə də ona bənzər bir hal, yəni vətəndaşlardan gələn iradlara söykənərək o cümləni vurğulamaq istədim. Hal-hazırda avtobuslar dediyimiz kimi tıxaclarda hər hansı bir texniki səbəbdən məlumatı düzgün ötürmədikdə daha öncə planlaşdırılan və marşrutun pasportu üzrə gəlməsi lazım olduğu dəqiqədə həmin dayanacağa yetişməyə bilir. Və GPS-dən aldığımız məlumata görə əslində aşağı tərəfdə görünən, mobil aplikasiyanın aşağı tərəfində görsənən məlumat üst-üstə düşə bilmir və avtobusda məlum məsələ pik saatlarda tıxaclara girməsi o tıxaclarda onun gecikməsinə səbəb olur. Bu da bilavasitə vətəndaşın narahatçılığına səbəb ola bilər və dolayısıyla o səbəbdən də biz də bir neçə iradları götürərək bunun üzərində də hal-hazırda işləyirik ki, daha necə edə bilərik, daha necə optimallaşdıra bilərik. Bəs marşrut üzrə avtobusların sayı bəzən az görünür. Bu nədən qaynaqlanır? Marşrutlar ümumiyyətlə üzərində avtobusların hərəkət sxemi bir növ tam xəttdə olanlarla, xəttə çıxmışlarla, xəttdən ayrılmışlarla birlikdə ümumi siyahı üzərindən əslində formalaşır. Yəni nümunə verəcəm. Dayanacaq əgər vətəndaş sərnişin marşrutun orta yerində, arasında bir yerdə yoxlamaq istəyirsə, bu marşrutun xəttə çıxma A nöqtəsindən dayanacağa qədər xəttdə olan 2 və yaxud 3 avtobus görünə bilir. Təbii ki, marşrut üzrə isə bu 10 və yaxud 15 avtobus ola bilər. Sırf həmin aplikasiyada avtobusların dayanacağa yaxınlaşma sürətinə görə ən son, daha doğrusu A-dan həmin dayanacağa gəlincəyə qədər 2, 3 və daha maksimumuna ehtiyac qalmadan ən yaxınlarını göstərməyə çalışmışıq. Yəni A nöqtəsində gözləmədə olan hər hansı bir avtobusun və yaxud qarajdan çıxmaqda olan hər hansı bir avtobusun GPS məlumatlarını, location'ını belə desək, məkanlarını göndərməyə ehtiyac görünməyib. Bu həm aplikasiyanın sürətli işləməsinə, həm də vətəndaşa bir nevi, əgər mobil trafik istifadə edirsə, mobil trafikini bir nevi ekonom etməsinə səbəb olur. Aydın, bəs irəli tarixlər üçün marşrut məlumatları niyə göstərilmir? Əslində planlanma üzrə səyahət planlanması göstərilə bilir. Yəni qarşımızdakı günlərdə sabah üçün və yaxud hansısa saat üçün A nöqtəsindən B nöqtəsinə getməsini səyahət planlanması göstərə bilir. Lakin avtobuslar bu zaman az öncə qeyd etdiyim cədvəllər üzrə planlaşdırılaraq optimal variantlar təklif edilir. Lakin təbii ki,
qarşıdakı hansısa bir vaxtda, gələcək bir vaxta görə o marşrutun üzərindəki, o xətt istiqamətində hər hansı bir tədbirin, hər hansı bir tıxacın və yaxud hər hansı bir digər bir texniki və yaxud qeyri-texniki səbəbdən nəqliyyat vasitəsini yol dəyişdirəcəyimi və yaxud hansısa bir saatda çatacağımı planlamaq mümkünsüz qədər bir şeydir. O səbəbdən önümüzə doğru, gələcəyə doğru real hansı avtobusun, hansı nəqliyyat vasitəsinin daha çevik, daha sürətli çata biləcəyini planlamaq mümkünsüz qədər bir şeydir. Aydındır. SMS göndərilməsi və daşıma nömrəsi qeydiyyatı ilə bağlı gecikmələr olur. Niyə? Bəli, bunu da çox düzgün vurğuladınız. Bu da vətəndaşlarımızdan aldığımız ilk istifadədə olarkən çoxluq bəli təşkil edən suallardandır. Anlayış kimi belə bir məfhum izah edeyim. Proqram təminatı mobil provayderlarla birbaşa əlaqə qurmur. Mobil provayderlarla mobil applikasiyanın arasında bir xırda texnik bir servis var. Bu servis vətəndaşdan aldığı müraciəti mobil operatora yollayır, göndərir və mobil operator da bu xidmətin sayəsində təhlükəsizlik kodunu vətəndaşa göndərir. Lakin vətəndaşa göndərərkən vətəndaşın qeyd etdiyi mobil nömrənin həmin anda dalğa çərçivəsində olması, ümumiyyətlə mobil nömrənin hətta rəqəmsal xətası olub olmaması və yaxud daşınmış nömrələrdə bir provayderdən digər provaydera bu xidmətin göndərilməsi biz tərəfdən o servisdən cavabın alınmasında müəyyən nöqtələrə görə gecikmələrə səbəb olur. Bu da təbii ki, növbəllik şəklində eyni anda, eyni servisə müraciət edən bir neçə nömrələri növbəllik şəklində servisə göndərməyimizi tələb edir. Mobil provayderlarla olan bu xidmət 24 saat ərzində bir neçə dəfə yoxlayaraq bu servisi birbaşa SMS göndərməsinə yollayır. Dolayısıyla əgər 24 saat ərzində vətəndaşa o SMS gəlməyibdir və cavab ala bilmirsə, bu xidmətin arxasından mobil provayderin hər hansı bir texniki səbəbindən SMS-in çatdırıla bilməməsindən irəli gəlir. Lakin tövsiyəm nədir? Vətəndaşlar ola bilər ki, narahatçılıq edə bilərlər ki, SMS gəlmədi, bir daha təkrar göndərərlər, bir daha təkrar yollayarlar. Mobil provayderdan istənilən halda əgər birinci müraciətə cavab gəlmirsə, ikincini göndərməyə ehtiyac qalmır. Çünki 24 saat ərzində gec-tez o növbəlli şəkildə ola bilər ki, dediyim kimi. Mobil operatorun onda deyək də. Tamamilə doğru, bəli. O səbəbdən 5 dəqiqə, 3 dəqiqə və yaxud 10 dəqiqə ərzində mütləq mənada gec də olsa o SMS-in görünməsi mütləq mənada yerinə yetiriləcək. Aydındır. Bildirilir ki, marşrut xəritələri köhnə görünür. Yenilənməsi ilə bağlı bəs hansı işlər görürsünüz? Bəli. Yəni, bu belədirmi ümumiyyətlə? Bildiyiniz kimi, MAS arxa tərəfdə bir çox nəqliyyat vasitələrinin təbii ki, servisləri ilə, yəni texniki servisləri ilə işləyir. Burada təbii həm metro var, həm dəmir yolları var, həm şəhərlər arası, rayonlar arası var, həm şəhər daxili marşrut xəttlərinin yenilənməsini tələb edir. Bu isə ani olaraq hər hansı bir gündəlik dəyişiklikləri birbaşa görünməsini biraz çətinləşdirir. Dolayısıyla mütəmadi olaraq yenilənmə, mütəmadi olaraq təkmilləşdirmə tələbi qoyur. Sırf o səbəbdən vətəndaşların ani olaraq bugünkü dəyişikliyini, nəqliyyat axınının, nəqliyyat istiqamətinin dəyişikliyini anında görə bilməsi bəzən çətinləşir. Müqayisə verə bilərəm. Hansısa bir tədbir və yaxud hansısa bir səbəbdən fərqli yolla ötürülmə gün ərzində səhər də qərar verilə bilir, gün ortada qərar verilə bilir, amma mobil applikasiya dünənki məlumat və yaxud bugünkü səhərki məlumatı göstərdiyi üçün onun birbaşa optimallaşdırması və vətəndaşa çox sürətli çatdırılması bəzən gecikmə ola bilir və dolayısıyla hazırda vurğuladığınız bu kimi irad gələ bilir. Bunun da hal-hazırda üzərində iş gedir. Açığı arxa tərəfdə real time o dediyimiz dəyişiklikləri belə necəsə background tərəfdən servisə alaraq vətəndaşlara ötürmək planımızda yer almaqdadır. Tətbiqin interfeysi mürəkkəb görünür deyirlər. Bəs istifadəçilər nə edə bilərlər bundan bağlı? Belə açığı bu da yeni istifadəyə verildiyi üçün təbii fərdi gözləntilər çərçivəsində olmaya bilər. Lakin funksionallığın zənginliyi, təbii ki, çoxluğu istifadəni bir nevi ilkin baxış zamanı çətinlik kimi göstərə bilər. Lakin bununla yanaşı istifadəçi videoları, istifadəçi təlimatları
internetdə də var, mobil applikasiyadan da əldə edilə bilir. İstənilən formada, bu formada yenilənmiş video təlimatlar da əldə edərək bir dəfə izlənməsi belə kifayət eləyir ki, bütün funksionallıqlardan tanış oluna bilsinlər. Aydındır. Bəs MAS tətbiqi istifadəçilərdən hansı təklifləri qəbul edir? Doğrusu bəli, orada fərdi profil üzərində menyu hissəsində irad və şikayətlər, təkliflər içərisində qəbul edilə biləcək bir kiçik bir ekran daha var. O ekran hal-hazırda özəlliklə xüsusilə bütün vətəndaşların istifadəsi zamanı qarşılaşdıqları həm şikayət, həm təkliflərin qəbul üçün yaradılıb. Məqsədimiz də onlardan alınan irad və təklifləri həm optimallaşdırmada, həm nəqliyyat xidmətinin düzəldilməsində, keyfiyyətin artırılmasında bir əsas rol oynayır. Orada həm marşrut problemləri, həm avtobus problemləri, həm hətta sürücü problemləri, bundan yanı sıra təbii ki, bundan paralellikdə mobil applikasiyanın da UI, UX və yaxud hər hansı bir funksiyonallıqlarında qarşılaşdıqları çətinlikləri ekran şəklini çəkməklə, videosunu çəkməklə, qeydlərini işləməklə irad və təkliflərini göndərə bilirlər. Arxa tərəfdə sırf bundan ötürü ayrıca ayrılmış bir komanda var. Bu irad və təklifləri müvafiq struktur bölmələr üzrə aynə tərəfdə optimallaşdırılaraq göndərilir və dolayısıyla cavablar əldə edilərək həm təkmilləşdirmə, həm də vətəndaş yönümlü xidmətin keyfiyyətinin artırılmasında istifadə edilir. Aydın. Bəs vətəndaşlardan ən çox gələn belə deyək də geri dönüşlər, feedback deyək. Feedbacklər nədir, FAQ-lar nədir? Ən çox nəyi soruşur onlar? Açığı ilə verdiyiniz suallar da o yöndə olduğu üçün sanki mənə elə gəlir ki, siz o feedbackləri oxuyaraq mənə o sualları verirsiniz. Biz də dinləyicilərimizə aydın olsun deyə daha çox onları maraqlandıran sualları ünvanlamağa çalışdıq. Bəli, açığı ilə avtobusların gec gəlmə vaxtları, nə üçün bu marşrut biraz fərqli görünür, bu bir neçə dəfə alıb, niyə SMS-im gec gəldi, bəzi cihazlarda interfeys ümumiyyətlə düzgün görünmür, sürüşmələr var, düymələr kənara çıxır falan. Bu tipli şikayətlər və iradlar gəlir. Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bu hal-hazırda mobil applikasiyanın ilk versiyası olduğu üçün təbii ki, ilkin istifadəyə verərkən xüsusilə də bu tip şikayət və iradları qəbul etməkdə biz ikinci, üçüncü və önümüzdəki digər versiyalarda bunları düzəltməyi hədəfləyirik. Yəni bu feedbacklər sonra nəzərə alınır. Təbii, bəli, bəli, bəli. Bəs gələcək versiyalarda hansı yeniliklər olacaq? Bununla bağlı nə deyə bilərsiniz son olaraq? Hal-hazırda planlamamıza görə real time izləmə yalnız şəhər daxili və şəhərlər arası hansısa bir nəqliyyat vasitəsini ehtiva edir. Lakin önümüzdəki yeniliklərdə multimodal olaraq digər nəqliyyat vasitələrinin də hərəkətini izləmə imkanı olması planlaşdırılır. Təyyarəni də göstərir? Xeyr, çox təəssüf ki, bu mobillik sayılmır təyyarə, yəni yerüstü nəqliyyat olaraq biz buna yanaşdığımız üçün. Daha tez çata bilərsiniz, məsələn, Bakıdan Gəncəyə. Təbii ki, bundan yanı sıra təbii ki, hal-hazırda mobil applikasiyadan istifadə zamanı real time avtobusların yanaşması biraz hal-hazırda gec görünür. Bu 15 saniyədən bir yenilənir. Biz bunu optimallaşdıraraq sürətli bir axıcı olmağa düşünürük, planlaşdırırıq. Təbii ki, interfeysin, aşağıdakı butonların, bəzi şikayətləri də nəzərə alaraq müəyyən bir təkmilləşdirmələr olacaq. İnşallah bu da önümüzdəki ola bilsin 1 ay, 2 ay hal-hazırda onlar toplanır. Bəlkə də daha qısa bir vaxt çərçivəsində yeniliklərlə, özəlliklərlə vətəndaşlarımızı, sərnişinlərimizi mütləq mənada sevindirəcəyik. Xidmət tətbiq istifadəçilərinə. Anar müəllim, çox sağ olun, təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, rəqəmsal dialoq verilişini dinlədiniz. Asan Radionun efirindən aparıcı mən idim, Alidə Mustafayeva. Verilişimizin qonağı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən idi. Ayna İnformasiya Sistemi və IT İnfrastrukturu Departamentinin direktoru Anar Mustafa idi. Biz Ayna MAS mobil tətbiqi barədə danışdıq. Məncə maraqlı oldu. Növbəti həftədə eyni saatda eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.